Məyər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi, çürümüş sümükləri kim dirildə bilər? De ki, onları ilk dəfə yaradan özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. O, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız. Göyləri və yeri yaradan, onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı? Şübhəsiz ki, O, yaradandır, biləndir. Bir şeyi yaratmaq istədikdə, ona təkcə ol deyər, o da olar. Əlində hər şeyin hökmü olan Allah pak və müqəddəsdir. Siz ancaq onun hüzuruna qaytarılacaqsınız.